mənim sinifim olsaydı, mən uşaqları parka aparardım. Belə şokolad zad verərdim, sonra aparardım və McDonald's zadı və elə eləyərdim. Bayramlar mübarək. Bayramın mübarək. Hamının, bütün uşaqların beynəlxalq 1 iyun bayramında, yəni uşaqların bayramlarını təbrik eləyirəm. Və biz məktəbdə olaraq, yəni ki, biz bağa çıxdıq, maraqlı oyunlar keçirdik və bizim məktəbə sinif rəhbərimizə təşəkkür edirik. Uşaqların bayramını təbrik eləyirəm. Ən çətin şeyi bu telefon məsələsidir. Ondan başqa belə dərsləri qəşəngdir, oxuyurlar da, vaxt ayırmağına çalışırıq bacardığımız qədər vaxt ayıraq. Biz müəllimimizdən razıyıq. Yəni mənim qızım Rus sektorunda hazırlığa gedib, amma A sektora düşüb, əlaçıdır, müəllimimizdən razıyıq. Allah birinci can sağlığı versin onlara. Hər bir övlad valideyninə layiqli olsun. Əziyyətlərin yerdə qoymasınlar. Yaxşı nəsihət atasına, anasına qulaq asmaq, müəllimlərə qulaq asmaq. Ən çətindir ki, onu telefondan, televizordan uzaq eləsin, TikTokdan uzaq eləsin. Məsləhət uşaqlara məsləhət nədir ki, məsləhət hamı bütün valideynlər verdi məsləhətlər. Uşağın yaxşı ailəsi olsun. Yaxşı ailədə böyüməlidir uşaq. Ki ondan yaxşılıq nəsə göstərək, yaxşılıqdır biz ona tələb edirik uşağa. Çox çətin bir saat uşaq böyümək. Mənim öz uşaqlarım, nəvələrimlə görürsünüz, böyük fərq var çox. Uşaqların psixologiyasını öyrənmək lazımdır, onları başa düşmək lazımdır. Uşaqlara təbii ki, ilk növbədə sağlamlıq arzulayaram. Çünki indiki elə dövrdür ki, hər şeydən önəmli sağlamlıqdır. Və ağıllı böyüsünlər, imanlı böyüsünlər inşallah. Uşaqlara yaxşı şərait olmalıdır ki, yaradılmalıdır ki, onlar öz uşaqlıq həyatlarını yaşaya bilsinlər. Uşağa nə lazımdır? Uşağa o lazımdır ki, uşaq kimi yaşaya bilsin. Onun üçün də ona o şəraiti böyüklər yaratmalıdır.